Salam dostlar, növbəti podkastımızda Çində təhsillə bağlı danışacağıq. Bugünkü mövzumuz Çin universitetləri və Çin barədə bütün məlumatları əhatə edəcək və bir neçə videomuz olacaq. Ona görə də səhifəni bəyənin və videolarımızı izləməyi də unutmayın. Qonağımız Bakı Təhsil Məlumat Mərkəzinin aparıcı mütəxəssisi Mehin Məmmədlidir və onunla bu barədə danışacağıq. Mehin xanım, Çində ən çox hansı universitetlər top universitetlər sayılır və ən top ixtisaslar hansılardır? Yəni Çində bu ixtisaslara görə oxumağa dəyər. Çində top universitet anlayışı biraz fərqlidir deyərdim. Burada düşünürəm ki, universitetdən daha çox ixtisas seçməliyik. Biz tələbələrə də hər zaman konsultasiyalarda bunu məsləhət görürük. Ümumi olaraq desəm, top universitetlərdən Tsinghua Universiteti, Fudan Universiteti, Şanxay Jiaotong Universiteti, bu da top universitetlərdən ən yaxşılarından sayılır. Ondan sonra deyə bilərik, məsələn, Zhejiang University, Harbin Institute of Technology, Tongji University çox topdur və hər birində də demək olar ki, tələbələrimiz var. Son zamanlarda izlədiyim tendensiyaya əsasən daha çox Çinə tibb oxumaq üçün, IT sahəsi üçün, biznes, iqtisadiyyat sahələri üçün üst tuturlar. İxtisaslarla bağlı deyə bilərəm ki, məsələn, Tsinghua Universitetində daha çox mühəndislik və AI sahələri populyardır. Fudan və Şanxay Jiaotong götürsək, burada mütləq şəkildə tibb ən populyar ixtisaslardan biri sayılır. Harbin Institute of Technology də çox maraqlıdır ki, aerospace mühəndisliyi çox populyardır və populyarlığı gedərək artır, reytinqləri də gedərək yüksəldiyini görürük. Dostlar, bu universitetlər və ixtisaslarla maraqlanırsınızsa, Çində təhsillə bağlı maraqlanırsınızsa, aşağıda şərh bölməsində suallarınızı yazın, əlaqə nömrələrinə əlaqə saxlayın və siz də Çində təhsil xəyalınızı gerçəkləşdirin.